İnsanlar arasında, ey Rəbbimiz, bizə verəcəyini elə bu dünyada ver deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Onlardan, ey Rəbbimiz, bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi od əzabından qoru deyənləri də vardır. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq hesab çəkəndir. Sayı müəyyən olan günlərdə Allahı yad edin. Kim 2 gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz.